Salam, əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Amerika və İsrailin İran İslam Respublikasına qarşı başlatdığı döyüşün və bütün dünyanın da qəbul etdiyi üzrə haqq və batil döyüşünün 35-ci günüdür. Bugünkü proqramda çox qısa olaraq iki hissəyə ayıra bilərik proqramı. Anons xarakterli və növbəti hissədə bir neçə mühüm nüans var. Bunları siz əzizlərin xidmətinə çatdırmaq istəyərdik. Deməli, birinci hissəyə baxsaq, bilirsiniz ki, artıq son 12 saat ərzində İran İslam Respublikası qarşı tərəfin qürur mənbəyi olan və namusu olan 3-4 güc komponentindən biri və bəlkə də ən əsası iki qırıcını son 12 saat ərzində İran səmalarında vurub. Dünən A-10 qırıcısı inkişaf etmiş qırıcını vurduq və ikincisi bugün super inkişaf etmiş, həddən çox inkişaf etmiş F-35 təyyarəsi vuruldu. Bu ikinci F-35 təyyarəsidir bildiyinizə görə, bilirsiniz siz də döyüşün əvvəlindən bu tərəfə vurulub. Birinci F-35 vurulandan sonra təbii olaraq qarşı tərəf CENTCOM əvvəl təkzib elədi. Sonra gördü ki, İran İslam Respublikası, biz də gördük, siz də gördünüz xəbərlərdə, rəsmi televiziyasında da vurulma anını göstərdi, sənədi ilə, koordinatı ilə, zamanı ilə, yeri ilə. Başladılar yavaş-yavaş boyunlarını almağa, heç nə olmayıb, balaca bir xətər toxunub, bir zədə toxunub. Amma orada da biz dedik ki, F-35 ki, qarşı tərəfin namusu hesab olunur və Trump sinəsinə onun, necə deyirlər, maketini vurmuşdu. Və onunla öyünürdü və təsadüfi deyildi ki, elə F-35 birincisi vurulanda Trump həmin saatlarda F-35-dən danışırdı, hava qüdrətindən İranı məhv eləmişik, filan eləmişik. Həmin saatlarda vurdular F-35-i. Bu ikinci F-35 də vuruldu, yenə də CENTCOM istədi təkzib eləsin. Bu obirisindən daha betər vurulub. Daha betər vurulub və İslam İnqilabı Keşikçilər Korpusu Sepah bəyaniyyə verdi. Mən indi baxdım, rəsmi bəyaniyəsi də televiziya ilə də yayımlandı. Bu F-35 artıq birincidən daha çox pis vurulub. Gizlədəsi yeri qalmayıb. Çünki verilən bəyaniyyə əsasən şəkillərini də bəlkə də gördünüz müxtəlif kanallarda, müxtəlif o qırıntılarından və onun aid olduğu şirkətin də işarələri var idi üstündə. Elə pis vurulub ki, Sepah bəyaniyəsində deyir ki, vurulub dağıdıldığına görə və partladıldığına görə pilotun salamat düşmə və salamat enmə ehtimalı çox zəifdir, həddən çox zəifdir. Bunda Amerika tərəfi istədi biraz sükut eləsin, xəbər yaddan çıxsın. Məcbur oldu, indi Axios özü artıq Amerika rəsmilərinə istinadən, CENTCOM-a istinadən təsdiqini çıxartdılar. İndi ehtimalən çox böyük, yenə də böhrün başını bəzəməyə çalışacaqlar. Məsələn, pilot eniş edib, nə bilim, göstərdikləri o hissələr deyil. Bəlkə də bir quyruğundan bir balaca parçalanıb düşüb filan, bu şeyləri deməyə çalışacaqlar. Amma biz birinci F-35-də və ikinci F-35-in də bugünkü vurulması barəsində deyirik. Onda da demişdik, F-35 bunların namusu və ən böyük qürur mənbəyidir. Və necə ki, Titanik hazırlayanda yazmışdılar, Allah da bunu batıra bilməz və ali məqamlı rəhbərimiz bir neçə il bundan öncə şəhid rəhbərimiz buyurmuşdu ki, Titanik gəmisinin əzəməti, cahcəlalı onu batırmaqdan mane olmadığı kimi, Amerikanın da əzəməti, yalançı, saxta cahcəlalı mane olmayacaq ki, batsın və qərq olacaq. Titanikdə yazmışdılar ki, Allah da bunu batıra bilməz. F-35-in də hazırlanmasında şirkət belə bir necə deyirlər, bəlbütü olduğunu, şeytan olduğunu üzə qoymuşdu və
demişdilər səhv eləmirəmsə ki, bunu Allah belə görə bilmir F-35. Yəni bu qədər qüdrətlidir, amma Allahın əli olan bəndələr artıq bütün dünyada prestiji onsuz da aradan getmiş Amerikanın namusunu ikinci dəfə yerə saldı, namusuna toxundu, özü də pis toxundu və Allahın özünə ehtiyac yoxdur. Allahın görən gözləri var, bəndələri var ki, onu yaxşı gördülər və bugün İran səmasında artıq bu da neçənci kruz raketidir vurulur. Kruz raketi və Pünhan özünü gizlədən kruz raketi idi ki, səhv eləmirəmsə 1 ton başlıqlı idi. Partlama gücünə malik. O da vuruldu. O da gizlini idi. Yəni özünü gizlədə bilən və radardan qaçan o da vuruldu və bu həm əvvəl vurulan F-35, həm bugünkü vurulan F-35 və kruz raketləri, bunlar hamısı İranın yerli və birləşdirilmiş və sistematikləşdirilmiş hava hücumundan müdafiə sistemləri vasitəsilə vurulub yerə salınır. Bütün bunlar bizə nələri göstərir? Əlbəttə bunların kənarında 90-91 gün 92-ci dalğanın mərhələləri gedir. Çox həssas yerləri vurulur. Məsələn, Amerikanın, İranın bir sıra infrastrukturalarına etdiyi namərd hücumlar, məsələn, körpü vurması, nə bilim, məktəbə atması, əlbəttə qırıcıları vurulduqca və qırıcıların pilotları vurulduqca istəyir havada, istəyir yerdə bu hücum gücü 60-70% azalıb. Amma yenə də əllərində qalan güclərlə qarşı tərəf öz şəxsiyyətini göstərir və təbii olaraq bir səs-küy çıxartmaq üçün ya mədrəsəyə atmalıdır, ya universitetin binasını atmalıdır ki, hamısı tətildir onsuz da. Nə bilim, körpüyə vurmalıdır. Bunun cavabında İran Silahlı Qüvvələri çox möhkəm 2 gecədir, çox ağır və möhkəm zərbələri işğal olunmuş torpaqlardakı Siyonist rejimin həssas bazalarına ki, onsuz da artıq böyük əksəriyyəti dağılmış həssas infrastrukturalardan qalan, məsələn, F-16'ların və F-35'lərin olduğu yerləri dəqiq isabətlə vurub darmadağın ediblər. Ya Bəhreyndəki Amerikanın ən böyük alüminium şirkəti, Amerikaya bağlı və məntəqədə nəfəs rolunu oynayan alüminium şirkəti darmadağın edildi bugün. Dünən Amazon şirkəti ki, dünənki bəyaniyədə oxuduq sırağa günkü bəyaniyəsində ki, İslam Keşikçilər Korpusu demişdi 18 dənə şirkət ki, bunun içində Google var idi, Nvidia var idi və digərləri vardı. Amazonun ən həssas bazası vuruldu və bu bölgə ölkələrini daha böyük qorxuya salır. Əlbəttə özünü Amerikaya təslim eləmiş ərəb hökumətləri və liderlərini. Belə olduğu halda bizim sizə 2 dənə söhbətimizin ikinci bəxşində dediyimiz kimi xəbərdarlıq xarakterli və mühüm nöqtələrə toxunmaq istəyirik. Əzizlər, baxın, qarşı tərəf sözün həqiqi mənasında Trump ağlını itirib. Trump'ın bu hərəkətlərini indiyə qədər çox təhlil etmişik. Trump'ı idarə edənlər belə ağlını itirir. Və Trump demişdi, 2 başlıdır bu ağlını itirmək. Bir qorxudan və çarəsizlikdən və çarəsizlikdən doğan əsəblikdən və ikincisi də, çünki bilirsiniz, niyə çarəsizlikdən əsəbilik o adam da tez doğur ki, özünü illərdir hegemon bilir dünyada. Hər kəsdən üstün bilir. Hər kəsdən üstün bilir. Biri çıxır, bir şapalaq vurur qulağının dibinə, özü də ağır bir şapalaq. Təsəvvür edin, təkəbbürlü və hegemon, ego xüsusiyyətli və xarakterli, egosu yüksək olan tərəf necə reaksiya verməlidir? Dəli kimi həm dünya arenasında, yəni ətrafdakıların yanında prestijinin ölməməsi üçün yalancı bir güc yaratmalıdır. İkincisi də demişdik ki, bu yalancı gücünü yenidən digərlərinə ispat eləmək üçün müxtəlif rəvayətlər və dastanlar düzəltməlidir. Birinci xəbərdarlığımız budur sizə. Ki, müxtəlif xəbərlər çıxardacaqlar. Trump, məsələn, əvvəllər Trump sizə o kitabından demişdik, Trump'ın ticarət hünəri kitabından, ticarətin yolları. Orada demişdik, gətirir ki, qarşı tərəfi gic eləməlisən. Bir saat bundan öncəki hərəkətinlə 1 saat sonraki hərəkətini tutmamalıdır, sözlərini fərq eləməlidir. Qarşı tərəf gic olmalıdır və təslim olmalıdır. Əvvəllər bunu real olaraq bunu tətbiq eləməyə çalışırdı. İndi
Yəni bu müəyyən qədər tuturdu dünyada. İrana qarşı edirdi, falan edirdi. Müxtəlif yanlış təhlillər də ortaya çıxırdı bunun sayəsində. İrandakı xüsusən məhdud sayda qalmış əvvəllər qərb meylilər yanlış təhlillər düşürdü. İndi o qərb meylilər də İranda ortadan gedib, bütün bölgə və bəlkə də bütün qlobal olaraq azadlıq sevərlər qalxıb, mərkəz İranda, İranda qərb meylilərin səsi boğulub, dövlət, silahlı qüvvələr, rəhbərlik və xalq hamısı birdir. Bu Trump'ı məcbur edib nəyə? Dünyadakı prestiji də sınıb və qarşı tərəf də bunu sındırır deyə hər gün nəyə məcbur edir? Saxta rivayət düzəltmək üçün əvvəllər real olaraq oynadığı o ticarət yollarındakı kimi hər ləhzə hərəkət və söz dəyişimlərini ki, qarşı tərəfin zəif qərb meyillilərini çaşdıraraq bundan fayda apara bilirdi. İndi o da tutmur deyə yenə özünü elə göstərir ki, güya qorxu yarada bilsin müəyyən qədər. Dünyaya göstərsin ki, bu əvvəllər də belə deyirdi ha. Sözünün dalı qabağı tutmurdu. Əvvəli bir, axırı bir tutmurdu. Deyəsən, bu dəfə də nəsə hazırlayır? Xeyr, sui-qəsd xəyalları bir, necə deyərlər, teorisi var. Framasionerlərdən inşallah danışanda əvvəllər danışmışıq və işarə vurmuşuq buna. Amma geniş bu barədə sizə söhbət edəcəyik. Sui-qəsd xəyalları məsələsi var. Framasionerlərin Sion Yahud protokollarını yazandan sonra onu icra edərkən 20-ci əsrin ortalarında gördülər ki, biraz fitnələrinin üstü açıla bilər. Sui-qəsd xəyalları teorisini istədilər zehinlərdə otuzdursunlar. İndi bu bir növ sui-qəsd xəyallarının bir təcəssümüdür ki, Amerika böyük şeytanını idarə edən siyonist və evangelist lobbilərinin özlərinin cinayətlərini və Epstein sənədlərini legitimləşdirmək üçün ortaya çıxartdığı və Epsteinlə təzyiq gətirdikləri Trump vasitəsilə Trump'ın başına gətirdikləri oyunla Trump'ın əli ilə o sui-qəsd xəyalları oyununu oynamaq istəyirlər. İnsanlar xəyala düşsün yenidən ki, nəsə bu hazırlayır. Əlbəttə, Trump bu birinci hissəsidir, saxta dastan düzəltmək üçün. İkinci hissəsi, Trump görürsünüz, dünən deyir ki, İranı daş dövrünə qaytaracaq. Əlbəttə, bu yenə də deyirəm, bu sui-qəsd xəyallarının təcəssümüdür. Yəni, nəsə əvvəllər də belə eləyirdi, bu danışırdı, özünü gic kimi aparırdı, amma arxasından plan çıxırdı. Xeyr, indi gic kimi aparır, amma arxasında o böyüklüklərdə plan yoxdur. Bir-iki nöqtəsi qalıb ki, dastan düzəltmək üçün. Ya, İran da bu günləri çıxdı, silahlı qüvvələri sözcüsü dedi ki, Amerikanı və onların qüvvələrini daş dövrünə deyil, daş dövründən öncəki eralara və əsrlərə qaytaracaq. Və biz onları gözləyirik. İranda da bu Can Fəda İran kampaniyası artıq 8 milyon yarım sıravi xalq qeydiyyatdan keçib. Bəsic qüvvələrindən, Sepah, Milli Ordu qüvvələrindən əlavə 8 milyon yarım qeydiyyatdan keçib. 4-5 gün olmalı bu günlər artıq. Bu sui-qəsd xəyallarını ki, Trump oynayır, bunu istəyəcək ki, nəyilənsə göstərsin. Bir, enerji infrastrukturalar, ümumiyyətlə infrastrukturalara ki, bəzən zərbə vurur, şiddəti azalsa da zərbənin, ya bunu etməlidir ki, dünyada artıq əməli və praktiki şəkildə görünür ki, Amerikanın mənafeyləri məxsusən ətraf ölkələrdə ciddi şəkildə vurulur. Yəni, Amerika bir yerə nəsə iş görürsə, bir zərbə vurmağa çalışırsa və zərbə vurursa, İran 10 qat vurur və ağır vurur. Və ikinci fərqi də budur ki, burada İranda infrastrukturalar yayılmış şəkildədir, mərkəzli deyil çox. Bunu hesablayıblar. 20 ildən çoxdur deyirlər, bu döyüş hazırlaşır. Amma Amerikanın mənafeyi olan ölkələrdə, hətta Amerikanın özündə bir çox yerlərdə mərkəzləşdirilmiş şəkildədir. Və siyonist rejimdə də belədir infrastrukturalar. Ona görə İranda gərək 100 yeri vurasan, amma İran cəmi 2-3 yeri vursa qarşı tərəfdən, məsələn, söhbət bağlanıb. Bir, bu işə can atmalıdır. İki,
Amerika quru qoşunlar məsələsini qabardır. Bunu bilirsiniz, neçə gündür danışırıq barəsində. Amma quru qoşunlar da İran bilirsiniz də qarşı tərəfə xəbərdarlığını edir və dünən İran ordu komandanı Xatəmi dedi ki, göstəriş verdi əməliyyat qruplarına ki, bir dənə də olsun Amerikalı sağ qayıtmamalıdır. Nəinki Amerikalıları qoymamalıyıq, işğal etsin. Xeyr, sağ qayıtmamalıdır. Və Amerikanın özünü göstərmək üçün ikinci ola biləcək planı ki, bu quru məsələsidir. Bu Amerikanın içində əvvəllər dəfələrlə sözünü verdiyimiz parçalanmaları şiddətləndirib. Artıq Trump administrasiyası bildiyiniz kimi baş qərargah rəisi George də əgər səhv eləmirəmsə adı, Amerika ordusunun baş qərargah rəisi uzaqlaşdırılıb administrasiya tərəfindən və ordu müharibə naziri tərəfindən və bir neçə general, 12 səhv eləmirəm, general da işdən uzaqlaşdırılıb. Bu da onu göstərir ki, bir neçə gündür barəsində danışdığımız bu quru hücumlarda Amerika tərəfi deyirdi ya, Amerikada ağıllı ekspertlər və hərbiçilər, keçmiş və indiki hərbiçilər bar-bar bağırırlar və xəbərdarlıq edirlər ki, qətliamma göndərməyin hərbiçiləri. Sanki Trump administrasiyası və Trump'ın yanında olan bu Amerikanın müharibə naziri Peter Hegseth, bunlar daha radikallarını gətirmək istəyirlər iş başına ki, çünki görünən budur, Epstein sənədləri ilə Sion lobbilər bu iki nəfəri çox sıxışdırır. Bunların sözünə ordunun əsas generalları və qərargah rəisi baxmırmış, quru məsələsində məcburdular, nəsə addım atıb bir son ümidlərini yoxlasınlar. Amma generallar və ordunun baş qərargah rəisi bunlara qulaq asmırmış. Bunlar da məcbur olub onları uzaqlaşdırıb özləri kimi başdan xarab gətirmək istəyirlər ki, son dəfə Amerikanın əskərlərini və zabitlərini, xüsusi təyinatlarını ət maşınına versinlər. Bu birinci xəbərdarlığımız idi ki, yəni Amerikanın əlində qalan qüvvələr budur. Bunu bilin. Bir çox xəbərlər eşidə bilərsiniz. Ay, nə bilim, çıxardacaqlar. Təbii ki, düşmən tərəfin gücsüzlüyünü gizlətmək və haqq tərəfinin güclü olduğunu da gizlətmək üçün. İkincisi, məxsusən xalqımızın müsəlman və mümin bacı qardaşlarımız, məxsusən qardaşlarımız bunu nəzərə alaq. Bizim ali məqamlı rəhbərimiz, şəhid rəhbərimiz Seyyid Əli Xameneyi Həzrətləri şəhid olub. Bundan o tərəfə, o bilirsiniz də vilayət və rəhbər dediyin şəxs, lider dediyin şəxs səni ideologiyan və idealıva tərəf aparan höccətin naibidir. Bunu qəbul eləmisənsə, yəni bütün namus və qeyrətimizdən üstündür ki, o düzdür şəhid olub, amma qarşı tərəf buna cürət edib. Və bir misal vururam. İmam Hüseyn əleyhissalam Kərbəlada insanlığın qeyrəti idi. Şəhid olandan sonra, şəhid ediləndən sonra İmam Səccad əleyhissalamın oğlunun yanına bəzi müminlər gəldi sonradan. Dedilər, ağa, biz Kərbəlada sənin atan İmam Hüseyn əleyhissalamın qətliamında iştirak eləmədik. Uzaqlaşdıq oradan. Bizim təklifimiz nədir? Yəni, bu cür iş görənlərin təklifi nədir? Yəni, bu taleyi nədir? Biz, çünki o qətl edənlərlə birlikdə deyildik. İmam Səccad ağa buyurdu ki, sizin onlardan fərqiniz yoxdur. Eyni aqibəti yaşayacaqsınız. Dünyada da cəhənnəm, o axirətdə əbədi cəhənnəm, şiddətli cəhənnəm. İnşallah ümid edirəm ki, əzizlər, Azərbaycanın müəyyən qüvvələr tərəfindən Epsteinə tərəf sürükləndiyi bu dövrdə mesajımızı alarlar. O Epsteinin liderləri bizim Hüseynimizin balası Seyyid Əli Hüseyni Xameneyini şəhid eləməyə cürət etdilər. Hər halda inşallah ümid edirəm ki, onun oğlu, necə ki İmam Hüseynin oğlu İmam Səccad əleyhissalamın yanında özlərinə mömin deyənlər Allahın höccəti İmam Səccadın nəzərində İmam Hüseyni qətlə yetirənlərdən fərq eləmədi. Çünki
iştirak eləməsələr də qaçmışdılar, yəni qorxmuşdular. Ümid edirəm ki, bizlər də Seyid Müştəba Xameneyinin, cavanlaşıb gələn Xameneyi həzrətlərinin yanında inşallah, dolayısıyla Allahın yanında onlardan olmayaq. Gedən proseslər bunu bizə göstərir ki, qələbə çox yaxında Allahın izni ilə, çox-çox yaxınlaşıb. Qələbə də yaxınlaşdıqca qarşı tərəfin sıxılan, namərd, təkəbbürlü və saxta hegemon xüsusiyyətinə malik olan tərəfin atacağı cırmaqlar çoxalacaq. Müəyyən hadisələr bizləri qorxuda bilər. Bir anlıq xəbərlər və hadisələr, propagandalar. Bunlardan da ehtiyatlı olaq. Sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik.